Salam şagirdlər, indi də 10-cu sinif ayın 14 dekabr 2025-ci il tarixində Turan Tədris Mərkəzində keçirilən sınağın izahına baxasıyıq. Burada deməli ilk sualımız 57 nömrəli sualdır. X, Y və Z həqiqi ədədləri üçün x bölü 3 bərabərdir y bölü 4, o da bərabərdir z bölü 5 verilib. Bu zaman hər kəs məxrəcindəkinin k qatı ilə mütənasibdir. Yəni x-imiz olur buradan 3k, y-imiz 4k, z-imiz də oldu buradan 5k. 2x yəni 2 vuru 3k. Çıxılsın y, y-imiz 4k. Üstə gəl z, z-imiz 5k. Bərabərdir 21 olarsa, buradan 6k çıx 4k, 2k, 5k əlavə etdim 7k. Bərabərdir 21-dən k bərabər 3 olaraq tapdıq. Bizdən sual y-i istəyir. Y-imizdə 4k-dır. 4 vuru 3-dən doğru cavab C bəndi. A və B natural ədədlər üçün modulda 3a çıxı 2b ifadəsinin ən kiçik qiymət aldığını bilərək. Modul ifadənin ən kiçik qiyməti nəyə bərabər olar? 0-a. 3a çıxı 2b əgər 0-dırsa, 3a buradan 2b olaraq tapılmış olur. Deməli, a'mız olur bu zaman 2k, b'miz də olur 3k. Bizdən də nəyi istəyir? 35 bölü a topla b ifadəsinin ən böyük qiymətini istəyir. Yəni, kəsrin ən böyük qiymət alması üçün məxrəc ən kiçik qiymət almalıdır. Məxrəcdə də 2k topla 3k, yəni 5k. 35-i biz bölməliyik neçə k-ya? 5k-ya. Bunun üçün də olabildiyincə kiçik qiymət verməliyik k-ya. Ən kiçikdə neçə verə bilərik? 1. Yəni, cavabımız 35 bölünsün. 5 vur 1, 5. 35-i 5-ə böldük. Cavabımız elədi 7. Yəni, doğru cavab D bəndi. Keçid edirik indi də növbəti suala. Xarici bir tərəfli bucaqların fərqi 20 dərəcədir. Bu bucaqların kiçiyini tapın. Bir tərəfli dedirsə, alfa ilə beta olsun. Cəmi həmişə bunların 180 dərəcə olur. Fərqi də 20 dərəcədir. Alfa çıx beta bərabərdir 20 dərəcə. Biz bu sistemi tərəf-tərəfə toplasaq, alarıq ki, 2 alfa bərabərdir 200 dərəcə. Alfa buradan 100 dərəcə olaraq tapıldı. Beta'ya da neçə dərəcə qaldı? 80 dərəcə. Bucaqlardan kiçiyi neçə dərəcədir? 80. Kök 26 çıx 3 ədədinin kəsr hissəsini tapın. Ədədin kəsr hissəsini taparkən özündən tamını çıxmaq lazımdır. Kök 26-ya təqribi qiymət versəm əgər, 5,1 desəm, misal üçün. 5,1-dən 3 çıxanda nə edir ədədimiz? 2,1. Və bu ədədin tam hissəsinin 2 olduğu artıq bizə məlumdur. Özündən böyük olmayan ən böyük tam ədəd. Yəni, neçə oldu buradan? 2. İndi biz bu ədəddən, yəni kök 26 çıxılsın 3-dən nəyi çıxmalıyıq? 2-ni çıxmalıyıq. Bu da cavabımız elədir. Kök 26 çıxılsın 5. Doğru cavab B bəndi. Sonra keçid edirik növbəti suala. Düz bucaqlı, üç bucaqlı hipotenusa çəkilən medianla hipotenusun cəmi. Biz bilirik ki, düz bucaqlı, üç bucaqlı hipotenusa çəkilən median özü də hipotenusun nəyinə bərabər olur? Yarısına. Həmçinin buna möhtəşəm üçlü də deyirik. X, X və X. Deməli, bu medianla X-la hipotenusun, yəni 2X-in cəmi 12 kökdə 3-dür. 3X bərabərdir 12 kökdə 3. X-imiz də buradan nəyə bərabər oldu? 4 kökdə 3-ə. Ha, diqqətli olun. Bizdən X-i istəmir, medianı istəmir. Hipotenusu istəyir. Hipotenusumuz da 2X-dir. Yəni, 2-ni 4 kökçə vurduq. Cavabımız 8 kökdə 3 A variantı. Qaldığımız yerdən davam edirik. İndi baxırıq bu sual 62 nömrəli suala. Nə yazılıb burada? Mötərizədə ax minus 2 vurulsun x topla b bərabərdir 3x kvadratı topla cx çıx 10-a bərabər olarsa a, b, c ədədlərinin ədəd ortasını, yəni a topla b topla c-ni neçəyə bölməliyik? Ədədlərin sayına, yəni 3-ə bölməliyik. Əvvəlcə gəl bir bura açaq. ax-i x-a vurduq. Nə alındı? ax kvadratı. Ardınca ax-i b-yə vurdum. Alındı müsbət abx. Mənfi 2-ni x-a vurdum. Mənfi 2x. Mənfi 2-ni b-yə vurdum. Mənfi 2b. Və biz bunu standart şəklə gətirsək. ax-in kvadratı. Topla. Buradan x-i mötərizə xaricində çıxarsam. Nə qalır? ab çıxılsın 2. Minus 2b bərabərdir 3x-in kvadratı, hansı ki bu sağ tərəf yazıram. Üstə gəl cx çıxılsın 10-a. Buradan a-mız məlum məsələdir ki, 2 çox həddi bir-birinə bərabərdirsə, oxşar hədlərin əmsalları bərabər olmalıdır. Buradan a bərabərdir 3-ə, mənfi 2b bərabərdir 10-dan. B bərabərdir
Onu mənfi 2-yə bölsək, mənfi 5. AB çıxılsın 2 də C-yə bərabər olmalıdır. AB yazıram. Çıxılsın 2 bərabərdir nəyə? C-yə. A-mız 3, B-miz mənfi 5. 3-ü mənfi 5-ə vurduq. Mənfi 15. Çıxılsın 2 bərabərdir C-dən. C bərabər oldu mənfi 17-yə. Aha. Bunları cəmləsək. Cəmi neçə eləyir? Cəmi eləyir bunların mənfi 19. 3-ə bölsək, yox. Burada nəsə bir problemimiz oldu. Bir dəqiqə. Nə problem? AX kvadratı, ABX, minus 2x, minus 2b bərabər 3x'in kvadratı topla cx çıxın. Hiçbir problem görmürəm burada. AB minus 2 vur x, minus 2b bərabərdir. A3, buradan mənfi 2b bərabərdir mənfi 10. Səhvimiz burada oldu. Mənfi 2b bərabərdir mənfi 10-dan b hansı 5-ə bərabər oldu? Müsbət 5. Burada 15 çıxılsın 2-dən də c-mizi tapmış olduq. C-miz buradan nəyə bərabər oldu? 15-dən 2-ni çıxsaq c bərabər oldu 13-ə. C-miz 13, b-miz 5, a-mız da 3. Toplasaq bu üçünün cəmi eləyir 21. 21-də 3-ə böləndə doğru cavab D bəndi. Keçid edirik növbəti suala. Tərəfi 24 kökdə 3 olan bərabər tərəfli 3 bucağın tənböləni tapın. Bərabər tərəfli 3 bucaqda hər 3 hündürlük həm mediandır, həm də tənböləndir. Yəni tənbölən mediana bərabər oldu, o da hündürlüyə bərabər oldu. Hündürlük də nəyə bərabərdir? A kökdə 3 böl 2. 24 kök 3 A-mız vurulsun kök 3 bölünsün 2. 2 ilə 24 ixtisar getdi. 1, 12. Kökçü kökçə vurduq 3. 12-ni də 3-ə vuranda doğru cavab C bəndi, yəni 36. Keçdik digər suala. N-in hansı natural qiymətlərində kəsri düzgün kəsirdir? Kəsrimizin düzgün kəsr olması üçün sürət məxrəcdən nə olmalıdır? Kiçik olmalıdır. 3n topla 4-dən kiçik olmalıdır 4n-imiz. 3n-i atdıq sol tərəfə, 4n-dən 3n çıxıldı. N kiçikdir 4-dən. Təbii ki, n-in hansı natural qiymətlərində deyil, sürət də natural olmalıdır digər tərəfdən. Deməli, natural qiymətləri bu şərti ödəyən 1, 2 və 3. Cavabımız oldu C variantı. Keçdik digər suala. A böl B 3 böl 4'dür. Deməli, A-mız 3K-dır. B-miz isə neçə K-dır? 4K. B də 4 ilə mütənasibdir. İndi gəldik. 3 vurulsun 3K. Üstə gəl 4 vurulsun 4K. Bölünsün 4K minus 3K. Burası 9K, burası 16K. Elədi, cəmi 25K. Böldük 1K-ya. K-lar sadələşdi, ixtisar getdi. Doğru cavabımız B bəndi, yəni 25-ə bərabər olmuş oldu. Keçid edirik indi digər suala. Məhlulla bağlı sualdır. Deməli, 20 litr 3 faizli məhlulla duz məhlulu ilə 30 litr 2 faizli duz məhlulu 30 litr 2 faizli duz məhlulu qarışdırırlarsa, yəni topladım bunları bir qabda cəmləşdirəcəm. 20 litr ilə 30 litri bir qaba töksək neçə litr olar qabda? 50 litr. Neçə faizli bilmirəm, x faizli. Yəni sual da bizə elə bu x-i tapdıyır. Düstur necə idi? M1P1 üstə gəl M2P2 bərabərdir. M1 ilə M2-nin cəmi olan 50-ni x-a vurmalıyıq. Yəni 20 vurulsun 3, üstə gəlsin 30 vurulsun 2 bərabərdir 50x-a. Buradan 50x-imiz 120-yə bərabər olur. Sıfırlar getsə x də bərabərdir 12 böl 5. 12 böl 5-i də sürət və məxrəcini 2-yə vursaq 24 bölü 10-dan cavabımız olacaq 2,4%. Yəni C bəndi. Digər suala keçid edirik. İfadəni sadələşdirin. Əvvəlcə məxrəclərə baxaq bu kəsrləri. Birisində m çıx 8-dir, digərində 8 çıx m-dir. Deməli, biz burada azalanla çıxılanın yerini dəyişsək, önə nə artırmalıyıq? Mənfi. Olur ifadəmiz m kvadratı çıx 60 böl m çıx 8. Üstə gəl mənfiyə görə olası çıx. M çıx 8 ortaq məxrəcə gəlmiş oldu, həm də 4. İndi yazaq. Bərabər məxrəcli kəsrləri çıxarkən məxrəc olduğu kimi qaldı. Birincinin sürətindən də ikincinin sürətini çıxanda olası burada m kvadratı çıxılsın 64. 64 özü də neçənin kvadratıdır? 8-in. Necə vuruqlarını ayrılar? M çıx 8 vurulsun m topla 8 deyə. Məxrəcdə də nə var? M çıx 8. Buradan da m çıx 8-ləri ixtisar elədik. Cavab m topla 8 olmuş olacaq. Yəni B bəndi.
Təbii ki, bu ixtisarı apararkən n fərqlidir 8 şərtində verməliyik eyni zamanda. İndi gəldik bu suala baxırıq. Deməli, kökün altında 6x minus 2 bərabərdir 4-ə. Hər tərəfin kvadratını alsaq. Kvadratla bu kök gedər. Alınar buradan 6x minus 2 bərabərdir 4-ün kvadratı olan 16-ya. Buradan 6x bərabərdir. Mənfi 2 sağ tərəfə keçərsə 18. X də bərabərdir 3 olaraq tapıldı. Yəni cavabımız oldu. Hansı bənd? C bəndi. Keçid edirik digər suala. 69 nömrəli sual. Rombun tərəfi 4-dür. Romb bilirik ki, bütün tərəfləri bərabər olan paralleloqramdır. Kör bucağı 120-dirsə, bir tərəfə bitişik iki bucağın cəmi 180 eləməlidir. Burada 60 dərəcə qaldı. Və bununla bu bir-birinə bərabərdir. 4, 4, bu da 4, bu da 4. Bizdən nə istəyir? Kiçik diaqonalı istəsəydi əgər 4-ə bərabər olardı. Bizdən böyük diaqonalı istəyir. Böyük diaqonal. Burada 120, 30, 33 bucağı yaranır. Hansı ki, rombda diaqonal tənbölün olduğu üçün. 120, 30, 33 bucağında da xassəmiz belə idi. Əgər təpə bucağı 120 dərəcə, oturacağı bitişik bucaqlar 30 dərəcəyə 30 dərəcədirsə, deməli, yan tərəflər A, A-dırsa, oturacaq A-nın kökdə 3 misli olur. Yəni, yan tərəflərimiz 4-ə 4-dürsə, deməli, bizim buradakı böyük diaqonalımız 4-ün kökdə 3 misli olan 4 kök 3. Yəni, cavab oldu D bəndi. Bir hərfinin dərəcəsi 18 olarsa, bir hərfinin dərəcəsini taparkən dəyişənlərin üstlərini cəmləməliyik. Burada üstümüz n topla 3, burada 8. Cəmləyəndə n topla 3-ün üzərinə 8 əlavə eləsəm 18 alınmalıdır. Buradan n topla 11 18-dən n bərabər oldu nəyə? 7-yə. N-i tapın deyir. Doğru cavab 7. 2 ədədin fərqi 5. Ədədlərimiz A və B olsun. Çıxdıqda 5, topladıqda isə 15. Bu ədədlərin kvadratları fərqini tapın. A kvadratı çıxılsın B kvadratı. Buradan sistemi alaraq A-nı və B-ni tək-tək də tapa bilərik və yaxud da A kvadratı çıx B kvadratı necə qruplarını ayrılar? A çıx B-yə A topla B olaraq. A çıx B-miz 5-dir. A topla B-miz də 15-dir. 5-i 15-ə vurduq. Doğru cavabımız oldu 75. Növbəti sualımız. Tərəfləri 10, 12, 8 olan 3 bucağın böyük tərəfində çəkilən hündürlüyünü tapın. Aşağı bərabər idi. 2 böl A vurulsun. Bu tipli 3 bucaqda nədən istifadə etmək olar? Heron düsturundan. Heron düsturda necə idi? Kökün altında P vur, P çıxa, vur P çıx B, vur P çıx C. Buradakı P nədir desəniz, P deməli bu üç bucağın perimetrinin yarısıdır. Yəni yarım perimetr deyilir. 3 tərəfini topladım. Neçə elədi? 3 tərəfinin cəmi 10, 12, 8, 30. Yarısı deməli 15. Kiçik P-miz nəyə bərabər oldu? 15. İndi düsturu tətbiq edək. Böyük tərəfə çəkilən hündürlük lazımdır. Aşağı bərabər 2 bölünsün. Böyük tərəfimiz neçədir? 12. Vurulsun. Kökün altında 15 vur. 15-dən 10'u çıxsan 5 vur. 15-dən 12'ni çıxsan 3 vur. 15-dən 8'i çıxsaq neçə elədi? 7. Aha. İndi 15'i də 3 vur 5 olaraq ayırsam. Vur 5, vur 3 var, vur 7 var. İndi burada qarşıdakı 12, 6'da 12'də 2'ni ixtisar eləsəm 2'yə. 6'da neçə qalır? 1. Olur 6'da 1 vurulsun. 2 dənə 3'dən kökün xaricinə birisi çıxır. Çünki ikinci dərəcədəndir kökümüz. 2 dənə 5'dən yenə biri çıxdı. 7 də kökün altında qaldı. 3 ilə 6'nı ixtisar eləsəm 2. Cavabımız 5 kökdə 7 bölü 2. 5 kökdə 7 bölü 2. 5 kök 7 bölü 2. Keçdik növbəti suala. 40 ədədinin 30%'ni tapın. Bunun üçün 40 ədədini 30'a vurub 100'ə bölürük. 0 ilə bu 0 getdi, bu 0 ilə də bu 0 ixtisar getdi. 4 vuruşda cavabımız oldu 12. 74 nömrəli suala baxırıq. B-nin hansı qiymətində kəsrinin qiyməti ən kiçik tək sadə ədədə bərabərdir? Ən kiçik sadə ədəd desəydi o 2 olasıydı. Ən kiçik tək sadə ədəd dediyinə görə 3'ə bərabərləşdirməliyik. 12 böl B minus 3 bərabər 3'ə. 12'ni neçəyə bölsəm əgər 3 alaram cavabda? Təbii ki 4'ə. B minus 3'ümüz 4'ə olmalıdır. 4'ə bərabər olmalıdır. B-nin qiyməti də buradan 7 olaraq tapılmış olacaq. Növbəti sual. Bu iki ifadənin hasildir. Yəni A çıx B vur A topla B. Bizə verir kvadratların fərqi. 4'ün kvadratı çıx. 2 kök altında 3'ün kvadratı. Hasil olduğuna görə mütləqdir ki mötərizəyə alırıq. Ne edir? 4'ün kvadratı 16 çıx. 2'nin kvadratı 4. Kök 3'ün kvadratı da 3. 4 vur 3 12. Çıxılsın 3 vurulsun.
Kökün altında 0,4. Şunlar 4'də 4 də 9'da 4 deməkdir. 9'da 4'dən də kökün xaricində nə çıxdı? 3'də 2. 3'lər ixtisar getdi. Cavabımız 16 çıx 12 çıx 2. 16'dan 12 çıxdım 4. 4'dən də 2 çıxanda 2. Doğru cavabımız olmuş oldu 2. Sonra digər suala baxırıq. Bu sualı həll etmək. 3-cü dərəcədən qüvvətlər görürük. Amma heç də yəni 3-cü dərəcədən qüvvət alınması kimi durmur. Çünki nəyə görə? Bunlar əks ədədlərdir. Hardan bildi? A çıx B-nin tək qüvvəti ilə B çıx A-nın tək qüvvəti bir-birlərinə bərabər olar. O zaman ki, qarşısına mənfi artırsam. Yəni A çıx B-nin üzərində 2n topla 1. B çıx A-nın üzərində 2n topla 1-ə bərabər olması üçün önünə nə artırmalıyam bunlardan birinin? Mənfi. Yəni mən əgər burada 5x-la 7-nin yerini dəyişsəm, öndəki işarə mənfi olmuş olacaq. Hansı ki bu ikisi nə eləyəsidir? Burada islah olasıdır. İndi mənfi 24'də sol tərəfə keçirsəm, 16 ilə 24 toplandı. Elədi 40 bərabərdir 4x-a. X da buradan 10 olaraq tapmış olduq. Bu da bizim 76-cı sualımızın həlli. Sonra keçid edirik 77-ci suala. 4,8 ədədinin 16'da 1 hissəsinin üzərinə bu ədədi əlavə etməliyəm. Əvvəlcə 4,8-i 48 bölü 10 kimi yazaq. Bunda 16'da 1 hissəsini tapmaq üçün nə edirəm? 16'da 1'ə vururam. 16 ilə 48 ixtisar getdi. Burada 3. Cavabımız alındı 10'da 3. 10'da 3'ün də üzərində 10'da 7'ni əlavə edir. İlədi cavab 10'da 3 topla 7'dən 10. 10'u da 10'a böldük. Doğru cavabımız olmuş oldu 1. Sonra digər sual. A və B natural ədədlər olduqda A çıx B, A kvadrat çıx B kvadratı 13'dür. Bunda necə vuruqlarını ayırarıq? A çıx B vurulsun A topla B'dir. Bərabər 13. 13 sadə ədəd olduğu üçün bunun yalnız və yalnız bir ehtimalı var. 1 vur 13 şəklində ola bilər. Kiçik olan da A çıx B'dir. A çıx B'yə 1 desəm, A çıx B'yə 1 desəm, A topla B'də nəyə bərabər olmalıdır? 13'ə. İndi bu sistemi həll edəsək, tərəf-tərəfə toplasaq, 2A bərabərdir 14 alınır, hansı ki B'lər islah gedir. Buradan A'mız 7 olur. A 7 olanda da B'ni tapmaq üçün 7'dən nə çıxım ki 1 eləsin? B'miz də 6 oldu. Deməli A 7, B isə 6. Sual da bizdən 4A çıxılsın B'ni istəyir. Yəni 4 vur 7 çıx 6'dan. 4 vur 7'miz 28. 6'nı çıxartdıq. Doğru cavabımız olmuş oldu 22. Deməli növbəti sual modulla bağlı olan bir sualdır. Modulun açılmasına aid. Deməli x 4'dən böyükdür, 8'dən isə kiçikdir. 4 və 8 arasında hər hansı bir qiymət verək x-a. Misal üçün 5 olsun. 5'dən 9'u çıxdıqda mənfi 4 deməyək bizə işarə lazımdır. İşarəsi nə oldu? Mənfi. 3'dən x-i çıxmalıyam indi burada da. 3 çıx 5. 3'dən 5 çıxanda bunun da işarəsi nə olur? Mənfi. Mənfidirsə əksi çıxır. X çıx 9'un əksi 9 çıx x. Üstə gəl. 3 minus x-in əksi də x minus 3. Buradakı hansı ki bizim x-larımız islah gedir burada. 9'dan 3'ü çıxırıq. Doğru cavabımız olmuş oldu 6. Keçdik növbəti suala. Deməli bu ifadə bu şəkildə vuruqlarına ayrılarsa px çoxəldisinin əmsalları cəmi. Bir çoxəldinin əmsalları cəmini taparkən oradakı dəyişənin yerinə çoxəldinin dəyişəninin yerinə neçə yazmalıyıq? 1 yazmalıyıq. Sual yəni bizdən P1'i tapmayın. Gəl əvvəlcə bunun vuruqlarını ayıraq. Yəni 64A kubu nəyin mötərizə kubudur? Yəni 4A'nın. 8B kubu da 2B'nin mötərizəsinin kubudur. A kubu çıx B kubu necə vuruqlarını ayırdı? Bir dəfə A çıx B. Yəni A dediyim 4A'dır, B dediyimdə 2B'dir. Yəni 4A çıx 2B vurulsun. Fərqi ilə cəmin natamam kvadratı asilinə bərabər olmalıdır. Buradan 4A'nı kvadrata yüksəltdim. 16A kvadratı. Üstə gəl. Birinci ilə ikincinin hasili 2 misli yoxdur, natamam olduğuna görə. 4A'nı 2B'yə vuranda 8AB. Üstə gəl ikincinin kvadratı da elədi nə? 4B'nin nəyi? Kvadratı. Aha. İndi burada deməli əmsallarımız 4'dür, müsbət 8'dir, müsbət 16'dır. Bizdən də bunların nəyini istəyir? Cəmini istəyir, cəmini. 16 üstə gəl 8 üstə gəl 4'dən cavabımız olmuş oldu 28. Aha, sonuncu sualımız qabarıq 15 bucaqlının daxili bucaqlarının cəmini tapın. Çox bucaqlının daxili bucaqlarının cəmi 180 vur n-2 düsturu ilə tapılır. N'imiz də burada 15'dir. 180'ı vururuq 15 çıxılsın 2'yə, yəni 13'ə. 18'i 13'ə vursam
180, o da 18 vur 3, 54. 180 ile 54 elədi 234. Sonuna da 0 əlavə etdik. Cavabımız oldu 2340. Yaxşı, sağ olun şagirdlər.